Hörmətli qonaqlar, dəyərli millət vəkilləri, hər birinizi xoş gördük. Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi və UNEK Tədqiqat Mərkəzinin işinin əlaqələndirməsi və təşkili şöbəsinin təşkilatçılığı ilə keçirilən Ümumrespublika konferansına xoş gəlmişsiniz. Konferansımız Qarabağ İqtisadi rayonunda milli brendlərin yaradılması və beynəlxalq bazarlara çıxarılması perspektivləri mövzusuna həsr olunub. Onu da qeyd etmək istəyərdim ki, bugün UNEK-də UNEK günü qeyd olunur. 19 iyun 1930-cu ildə Azərbaycan Dövlət İqtisadi Universiteti yaradılıb və bugün bizim 93 yaşımız tamam oldu və bu münasibətlə bütün UNEK əməkdaşlarını və UNEK sevərləri təbrik edirəm. İnşallah hamımız bir yerdə UNEK-in 100 illiyini qeyd etmək bizə inşallah ki qismət olsun. Mən indi salamlamaq üçün sözü UNEK rəhbərliyi adından Azərbaycan Dövlət İqtisad Universitetinin elm üzrə prorektoru, iqtisad elmləri doktoru, professor Sakit müəllim Yaqubova vermək istəyirəm. Sakit müəllim, buyurun. Hörmətli millət vəkilləri, Fatma xanım, Ahir müəllim, hörmətli qonaqlar, əziz həmkarlar, mən universitet rəhbərliyi adından sizləri salamlayıram və hər birinizdə işlərinizdə uğurlar arzulayıram. Rəna xanım qeyd elədi, bugün bizim universitetin belə deyək də doğum günüdür, yəni UNEK günüdür. 1930-cu ildə bugün də yaranıb bizim universitet. Müxtəlif adlarla və bugün Azərbaycan Dövlət İqtisad Universiteti kimi fəaliyyət göstərir. Biz bunu bir bayram əhval-ruhiyyəsi ilə qeyd elədik. Burada oturan həmkarlarımız da bayram münasibətindən təbrik edirik. Biz universitetimizdə elmi potensialdan daha səmərəli istifadə etmək üçün elmi şuranın qərarı ilə və rektorun əmrləri ilə tədqiqat mərkəzləri yaratmağa başladıq. Təqribən səhv eləmirəmsə 16-cı ildən və bugünə qədər 38 tədqiqat mərkəzi yaradılıb və Rəna xanımın şöbəsi də mərkəzlərin işini koordinasiya edir, təşkil edir, lazımi dəstəyi köməkliyi göstərir. Bir-iki rəqəm deyəcəm və sonra davam edəcəm. Ən son məlumat, yəni 16 iyuna olan məlumata görə həm də həmkarlarımı bir də o münasibətini təbrik edirəm ki, çox uzun çək-çevirdən sonra, uzun işdən sonra, uzun zəhmətdən sonra axır ki, Təhsil Nazirliyi səviyyəsində Skops bazasına giriş deməli təmin olundu və bu da düşünürəm ki, bizim işimizin biraz da sürətlənməsi üçün bizə əlavə dəstək və kömək verəcək. Bu son məlumata görə, yəni 16-sında olan məlumata görə universitetimiz üzrə Skopsda 833 məqaləmiz dərc olundu. Elmi məqalə və digər kitablar 833-ün 796-sı və ya 96%-i deməli 2015-2023-cü ilin payına düşür. Web of Science nüfuzlu bazasında universitetimiz üzrə yarandığı tarixdən 836 əsər dərc olunur ki, bunun da 86%-i deməli 2015-2023-cü ilin payına düşür. Onu diqqətinizə çatdırmaq istəyirəm ki, bu qədər materialların çap olunmasında universitetdə yaradılan bu tədqiqat mərkəzlərinin böyük xidməti var. Səhv eləmirəmsə, biraz 2% aşağı yuxarı ola bilər. 70%-dən yuxarı, təqribən 70% çap işləri Web of Science və Skops bazası nəzərdə tutulan mərkəzlərin, həmin bu bizim yaratdığımız mərkəzlərin payına düşür. Düşünürəm ki, universitet rəhbərliyi mərkəzləri yaratmaqla səhv eləməyib və bugünkü bu sadaladığım bir neçə rəqəmlə bunları təsdiq edir. Mərkəzlərdən biri də Professor Şəfa Əliyevin rəhbərlik elədiyi Qarabağ İqtisadi Araşdırmalar Mərkəzidir ki, bu da bizim Böyük Elmi Şuranın qərarı ilə və 22-ci ildə, yəni təqribən bir ildən biraz çox,
bundan qabaq rektorun əmri ilə deməli yaradılıb və professor Şafa Əliyevlə rəhbər təyin olunub. Mərkəzin əsas məqsədi işğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi reabilitasiyası, dirçəldilməsi və bütövlükdə Qarabağın sosial-iqtisadi inkişaf problemləri və istiqamətləri üzrə tədqiqatların aparılması, professor müəllim heyətinə, tələbə, magistr və doktorantlara keyfiyyətli elmi tədqiqatların aparılması ilə bağlı dəstək verilməsi və s. digər məsələlər üçün yaradılıb. Və bu gündə və yaradılandan bəri çox qısa müddət ərzində Şəfa müəllimin rəhbərliyi ilə, professor rəhbərliyi və Rəna xanımın da dəstəyi ilə, şöbənin köməkliyi ilə və xeyli sayda deməli müxtəlif səpkili tədbirlər keçirilib bu mərkəz vasitəsilə və tədbirlər davam etdirilir. Bunlardan biri də bugünkü keçirilən konferansdır ki, bu Qarabağ İqtisadi Rayonunda milli brendlərin yaradılması və beynəlxalq bazarlara çıxarılması perspektivləri mövzusundadır. Biz düşündük ki, bunu onlayn edək, yəni qoşulan adamların imkanı, bura gəlməyə imkanı olmayan insanlar da qoşula bilsinlər və baxıram 57 nəfər hələlik ki qoşulub və düşünürəm çox qoşulanlar olacaq ki, bu tədbirə qulaq assınlar, dəstək versinlər, fikirlərini bildirsinlər və s. Mən yəni gündəlikdən də görürsünüz, çox maraqlı məruzələr dinləniləcək. Həm Fatma xanım, həm Mahir müəllim, həm professor Vahid müəllim və digərləri gözlənilir. Buna görə mən çox vaxt almaq istəmirəm. Həm qonaqlarımıza və tədbirə qatılanlara universitet rəhbərliyi adına təşəkkür edirəm və düşünürəm ki, maraqlı məruzələr olacaq və maraqlı diskusiyalar aparılacaq. Sağ olun, hamınızı can sağlayın. Təşəkkür edirik. Hörmətli Sakit müəllim. İndi isə sözü Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadi elmlər doktoru, professor Şəfa müəllim Əliyevə vermək istəyirəm və Şəfa müəllim, həm də sizə təşəkkür edirəm ki, belə bir aktual mövzu ilə bağlı bizə müraciət etdiniz. Yəni bu tədbirin keçirilməsinə bağlı göstərdiyiniz təşəbbüsə görə və əməyinizə görə də təşəkkür edirik. Buyurun Şəfa müəllim. Çox sağ olun Rəna xanım. Mən ilk növbədə istərdim ki, universitetin rəhbərinə, çox dəyərli Ədalət müəllimə və rektoratlığına həmişə bizim tədbirlərə göstərdikləri diqqət və qayğı görə, bizə verdikləri tövsiyələrə görə minnətdarlığımı bildirəm. Dəyərli millət vəkillərimizi salamlayıram bir daha. Dəyərli professorlarımızı salamlayıram. Bəzilərinin adlarını çəkmədik, amma burada görürük. Əvəz müəllim də qoşulmuşdur və s. görürük professorlar. Çox sağ olsunlar ki, dəyərli vaxtlarını bu konferansa ayırıblar. Eyni zamanda konferansa qoşulan hər bir tədqiqatçı və bizim öz universitetlər arası biz son vaxtlar belə bir ənənə formalaşdırmağa çalışırıq ki, konferanslar universitetlər arası diyaloqa köklənsin. Yəni tədqiqatçıların əhatəsi genişlənsin. Fikir-fikri üstələyir, fikir-fikri tamamlayır. Hesab edirəm ki, biz birgə tədqiqatlara daha çox yer verməliyik. Millət vəkillərimizin bilirsiniz ki, qarşısında çox böyük bir platformalar var. Onların əsas məqsədi Azərbaycan vətəndaşının, seçicilərimizin, bizim hər birimizin yəni arzu və istəklərini, həm də dövlətimizin gücünü artırmaq, iqtisadi qüdrətini artırmaqdır. Ona görə də həmişə biz onların da fikirlərinə, həmişə onlara ehtiyac duyuruq və hesab edirik ki, biz birgə tədqiqatları genişləndirə bilərik. Və bugün də nəyə görə milli brendlər? Həmişə mənə bir məsələ düşündürür. Nəyə görə Azərbaycan təkcə bazarlarında yox, elə dünya region bazarlarında Şuşa adı ilə, məsələn deyək ki, Topxana adı ilə, İsa Bulağı adı ilə və yaxud da ki, Qarı Bülbül adı ilə, Ağdam, Füzuli, Ağcabədi, Xocalı adı ilə brendlər olmasın. Ən azından milli adət-ənənələri özündə etibar edən brendlər niyə olmasın? Ən azından ipək geyimlər niyə olmasın? Ən azından müxtəlif tekstil və yaxud da ki, yenə deyirəm, həm milli dəyərləri, həm tariximizi, həm Qarabağımızı, Şuşamızı və Qarabağın mərkəzini, digər Qarabağın coğrafiyasına daxil olan toponimlərin hər biri hesab edirəm ki, bugün
milli brend kimi dünya bazarlarına çıxmalıdır. Və onlar elə belə adi əmtəə nişanı olmazlar. Onlar əslində özləri bir elçi kimi dünyanı gəzəcəklər, əgər milli brendlər olarsa. 50 milyon Azərbaycanlımızın deyək ki, hər 5-dən biri o milli brendləri alsa, geyim kimi istifadə eləsə, evində suvenir kimi saxlasa, hədiyyə kimi versə, bunun özü nəyə desən deyər. Bir sözlə danışmağa, tədqiqat aparmağa istiqamətlərimiz çoxdur. Fürsətdən istifadə edərək Milli Məclisin deputatlarına bir daha minnətdarlığımı bildirməklə yanaşı həm də demək istəyirəm ki, onların hər hansı bir bizə etdikləri təkliflərə qısa müddətdə cavab verilə bilər və biz birgə tədqiqatlara həmin onların deputat seçildikləri ərazilərdə sosial-iqtisadi problemlərin həm öyrənilməsində, həm təkliflərin hazırlanmasında, həm inkişaf proqramlarının hazırlanmasında iştirak etməyə hazırıq. Çox danışmaq olar. Bugün biz deyirik ki, 80 dəqiqədən artıq limiti keçməyək. Belə bir qarşımızda da məqsəd var. Ona görə Rəhmə xanım, çox sağ olun. Sakit müəllim, çox sağ olun xoş sözlərə görə və universitetin rəhbərinə bir daha minnətdaram. Bütün qoşulan iştirakçılara və dəvətimizi qəbul edənlərə minnətdarlığımızı bildiririk. Təşəkkür edirik, hörmətli Şəfa müəllim. İndi isə sözü çox hörmətli millət vəkilimiz Fatma xanım Yıldırıma veririk. Fatma xanım Qarabağın dirçəldilməsi prosesləri və regional beynəlxalq ailəmə reinteqrasiyası perspektivləri mövzusunda çıxış edəcək. Buyurun, hörmətli Fatma xanım. Səsinizi açın. Fatma xanım, mikrofonu açın. Bir de açıldı deyəsən. Bəli, bəli. Çox təşəkkür edirəm. Hörmətli tədbir iştirakçıları, hər birinizi ürəkdən salamlayıram. Və təbii olaraq çıxışıma başlamadan öncə bugün çox əlamətdar gündür. UNEC-in yaranmasının 93 ili qeyd olunur və mən bu münasibətlə bütün müəllim heyətini, rəhbərliyi, tələbələri ürəkdən təbrik eləmək istəyirəm. Bugün bizim konferansımızda çox vacib və aktual mövzular müzakirə ediləcəkdir və mən ayrıca belə bir platformada iştirak etdiyim üçün, dəvət olduğum üçün təşkilatçılara özlərin minnətdarlığımı bildirmək istəyirəm. Həqiqətən də 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfər müstəqil ölkəmizin daha da inkişafı və güclənməsi, beynəlxalq müstəvidə mövqelərini möhkəmləməsi üçün yeni imkanlar açır. Bu zəfər bizə yaşadan şəhidlərimizə minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin. Vətən müharibəsi xalqımızın birliyi bir daha bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda qalib dövlətimiz regionda yeni reallıqlar yaradıbdır. Biz bu gerçəkləri müharibənin başa çatdığı 3 ilə yaxın müddətdə aydın şəkildə müşahidə edirik. Əlbəttə ki, bu möhtəşəm nailiyyətlərə Müzəffər Ali Baş Komandamız, Prezidentimiz cənab İlham Əliyevin adı ilə bağlıdır. Bugün Azərbaycan xalqı olaraq əsas missiyamız işğaldan azad edilmiş ərazilərimizin bərpa edilməsidir. Keçmiş məcburi köçkünlərimizin öz doğma yurtlarına qayıtmasını təmin etməkdən ibarətdir. Artıq o torpaqlara həyat qayıdır. Zəngilanın Ağalı kəndi böyük qayıdışın ilk müjdəsi oldu. Bundan sonra Tərtərin Talış kəndinə, Laçın şəhərinə bir qrup əhali köçürüldü. Bu il ərzində Şuşaya və Füzuli şəhərlərinə də insanların köçürülməsi nəzərdə tutulur. Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərin bərpası və böyük qayıdışın təmin olunması yeni strateji mərhələdə Azərbaycanın əsas prioritetləri sırasında yer alır. Söhbət bütünlüklə dağıdılmış ərazilərin minalardan təmizlənməsindən, şəhər və kəndlərin bərpasından, zəruri infrastrukturun qurulmasından gedir. Döyüş meydanında düşməni diz çöktürən və kapitulyasiyaya məruz qoyan qalib Azərbaycan bərpa və quruculuq işlərini də qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir. Ötən dövrdə reallaşdırılan layihələr onu deməyə əsas verir ki, Respublikamız işğaldan azad olunmuş ərazilərin bərpası, soydaşlarımızın məskunlaşdırılması ilə bağlı qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək. Azərbaycan dövləti bu kimi amilləri nəzərə alaraq işğaldan azad edilmiş ərazilərin ölkənin digər bölgələrinə reinteqrasiyasına
qısa müddətdə nail olunmasına güclü siyasi iradə sərgiləyir. Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədə əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması həm bu ərazilərin iqtisadi potensiallarından səmərəli şəkildə istifadə edilməsi, həm də reinteqrasiya proseslərinin sürətləndirilməsi baxımından xüsusi önəm daşıyır. Bilirsiniz ki, ötən il Cənab Prezident müvafiq sərəncamı ilə böyük qayıdışa dair 2022-2026-cı illər əhatə edən dövlət proqramı təsdiqləyib. İşğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı işləri Cənab Prezidentin müvafiq sərəncamı ilə yaradılmış əlaqələndirmə qərargahı uğurla icra etməkdədir. Onu da qeyd etməliyəm ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Azərbaycan bu işləri kənardan heç bir yardım olmadan öz gücü ilə həyata keçirir. Hər il bu məqsədlə milyardlarla manat vəsait ayrılır. Bilirsiniz ki, Milli Məclis tərəfindən ötən ilin sonlarında 2023-cü ilin dövlət büdcəsi qəbul olunarkən azad edilmiş ərazilərimizin bərpa quruculuq işləri ilə əlaqədar 3 milyard manat vəsait ayrılmışdır. Lakin dövlətimizin iqtisadi gücü imkan verir ki, bu vəsait daha da artırılsın. Bu yaxınlarda parlament tərəfindən cari ilin dövlət büdcəsinə edilən əlavələrdə böyük qayıdış amili yenə də diqqət mərkəzində saxlanıldı. 2023-cü ilin dövlət büdcəsinə edilən dəyişikliklərə əsasən daha çox vəsait Qarabağ və Şərqi Zəngəzur bərpasına yönələcək. Elə ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzura həyata keçirilən tikinti, bərpa və yenidən qurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərin artımı üçün 2 milyard 260 milyon manat əlavə vəsait ayrılıb və bununla da 5 milyard 260 milyon manat vəsait ümumi ayrılmış oldu. Bu böyük qayıdış prosesinin daha intensiv şəkildə həyata keçirilməsinə, sürətləndirilməsinə imkan yaradacaqdır. Eyni zamanda dövlətimizin başçısının fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu da işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işinə öz töhfələrini verməkdədir. Qarabağ Dirçəliş Fondu yarandığı vaxtdan indiyə qədər bir sıra önəmli layihələr, təqdimatlar həyata keçirildi. Mən də Müşahidə Şurasının üzvü olaraq Qarabağ Dirçəliş Fonduna təmsil oluram. Müşahidə Şurası olaraq görülən işləri yaxından izləyirik. Biz bilirik ki, həm vətəndaşlarımız, həm də dünyada yaşayan Azərbaycanlılar Qarabağ Dirçəliş Fonduna ihanə edirlər. Amma bu prosesi daha da aktivləşdirmək lazımdır. Çünki işğaldan azad edilmiş ərazilərimizin dirçəlişi hər birimizin ümumi milli məqsədimiz və vəzifəmizdir. Böyük qayıdış məqsədimizə daha tez nail olmaq üçün güclərimizi birləşdirmək, görülən işlərə dəstək vermək olduqca önəmlidir. Dünya təcrübəsi də göstərir ki, post-müharibə dövründə yenidən qurma işlərinin daha tez və effektiv formada aparılması yalnız birlik və həmrəylik nəticəsində mümkündür. Mən bu prosesdə həmçinin birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu da xüsusi qeyd etmək istəyirəm. Heydər Əliyev Fondu işğaldan azad edilmiş ərazilərdə dini, tarixi və mədəni abidələrin bərpasında və yenidən qurulmasında çox yaxından iştirak edir. Bugün Şuşada və Ağdamda görülən işlər də buna əyani sübutdur. Biz qəti əminik ki, Azərbaycan dövləti və xalqı işğalcı erməni vandalların dağıtdığı bütün infrastrukturu yenidən bərpa edəcəkdir. Bütün dini, tarixi, mədəni abidələrimizi dövlətin himayəsi altında olacaqdır. Qarabağ və Şərqi Zəngəzur yenidən vətənimizin ən gözəl güşələrindən biri olacaqdır. Bildiyiniz kimi, mənim millət vəkili olduğu Bərdə rayonu da Qarabağ iqtisadi rayonuna daxildir. Bərdə bölgənin ən böyük rayonlarından biridir. 200 minə yaxın əhalisi var. Burada yaşayan keçmiş məcburi köçkünlər sayı da kifayət qədər çoxdur. Nəzərə alsaq ki, Ağdam istiqamətində Respublika səviyyəli əsas magistral yol və dəmir yolu xətti Bərdənin ərazisindən keçir. O zaman rayonun bölgə üçün logistika mərkəzinə çevrilməsi potensialı çox böyükdür. Düşünürəm ki, bu barədə də düşünmək lazımdır. Bərdənin bu imkanlarından istifadə olunması həm Qarabağa qayıdış baxımından, həm də bölgədə yeni iş yerlərinin açılması baxımından çox vacibdir. Hörmətli tədbir iştirakçıları, qeyd etdiyim kimi Azərbaycan dövləti ərazilərimizi işğaldan azad etməklə, qələbə qazanmaqla, qalib dövlət olaraq regionda yeni təşəbbüslərlə çıxış edir.
Bu reallıqlar isə bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunmasına hədəflənir. Biz zaman-zaman Ermənistanın həm hərbi, həm də siyasi, diplomatik müstəvidə təxribatlarının şahidi oluruq. Lakin bu təxribatlar yeni reallıqları dəyişdirmək iqtidarında deyil. Çünki 44 günlük Vətən müharibəsində qələbə qazanan, yeni reallıqlar yaradan Azərbaycan şərtləri özü diktə edir. Regionda tənzimləmə prosesi məhz Azərbaycanın geosiyasi iradəsinə uyğun cəryan edir. Bugün vacib və aktual məsələ regional təhlükəsizliyin möhkəmləndirilməsi, post-münaqişə dövründə yaranmış əməkdaşlıq imkanlarından maksimum səmərəli istifadə olunmasıdır. Bu sülhün, sabitliyin, təhlükəsizliyin və işbirliyin təmin olunması baxımından olduqca önəmlidir. İndiki şəraitdə Azərbaycan kommunikasiyaların bərpası, sərhədlərin delimitasiyası və demarkasiyası sülh müqaviləsinin imzalaması ilə əlaqədar həm müvafiq addımlar atır, həm də qətiyyətli mövqe ortaya qoyur. Xüsusilə də Zəngəzur dəhlizinin açılması ilə əlaqədar Azərbaycanın prinsipal yanaşması böyük əhəmiyyətə malikdir. Qürurla qeyd edə bilərik ki, bugün Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü dövlət kimi tanınır. Ermənistanın havadarları nə qədər çalışsalar da, ölkəmizə qarşı hər hansı təzyiq mexanizmları işə sala bilmirlər. Bu da prezidentimizin dəmir iradəsinin, dövlətimizin qüdrətinin parlaq ifadəsidir. Bu yaxınlarda Türkiyə prezidenti cənab Rəcəb Tayyip Erdoğanın Azərbaycana səfəri zamanı iki qardaş ölkənin liderlərinin verdiyi mesajlar Azərbaycan-Türkiyə tandeminin regionda və dünyada güclü aksiyora proseslərin idarə olunmasında həll edici faktora çevrildiyini biz gördük. Biz əminik ki, qarşıdakı illərdə dövlətimiz daha da güclənəcəkdir və Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz yeni zəfərlərə qazanaraq qarşıya qoyulan bütün hədəflərə nail olacaqdır. Mən bir daha hər kəsə təşəkkür edirəm və diqqətinizə görə də minnətdarım. Çox sağ olun. Hörmətli Fatma xanım, çox təşəkkür edirik maraqlı məruzəniz üçün. İndi isə sözü millət vəkili Mahir müəllim Abbasadiyə vermək istəyirəm. Mahir müəllim Qarabağın sosial-iqtisadi inkişafının sürətləndirilməsinin strateji aspektləri mövzusunda çıxış edəcək. Fatma xanım özü də qeyd etdiyi kimi Fatma xanım Milli Məclisdə Bərdə rayonunu təmsil edir. Hansı ki, Qarabağ iqtisadi rayonuna daxildir. Yəni, bildiyim qədər də Mahir müəllim də Laçın rayonunu Milli Məclisdə təmsil edir. Hansı ki, da Şərqi Zəngəzur iqtisadi rayonuna daxildir. Buyurun, Mahir müəllim. Mən sizin eşidirsiniz səsini? Bəli, Mahir müəllim, buyurun. Mən sizin hamınızı salamlayıram və təşkilatçılara təşəkkürümü bildirirəm. Məni də bu tədbirə dəvət etdiyiniz üçün. Hörmətli millət vəkilimiz Fatma xanım demək olar ki, bütün məsələlərə toxundu və öz münasibətini bildirdi. Mən də bu ilki sizin UNEK-in yubiley münasibəti ilə həm başda ədalət müəllimi oğlanla, həm də universitetin müəllim kollektivini və bütün tələbələri təbrik edirəm. Azərbaycan iqtisadi həyatında, xüsusilə də iqtisadi elminin inkişafında İqtisad Universitetinin, indiki UNEK-in çox mühüm bir əhəmiyyəti vardır. Və eyni zamanda bu il Azərbaycan üçün çox əlamətdar illərdəndir. Həm Azərbaycan Demokratik Respublikasının yaranmasının 105 illiyidir. Həm Ulu Öndər müasir Azərbaycanın memarı Heydər Əliyevin 100 illiyidir. UNEK-in 93 illiyidir. Bütün bunlar hamısı bizim Azərbaycan tarixinin ən yaxşı səhifələridir və bu münasibətlə sizin hər birinizi təbrik edirəm. Azərbaycan 2020-ci ildən sonra tamamilə başqa bir çağırışlarla üzlədir. Biz 2020-ci ilə qədər Azərbaycanda tamamilə bir başqa çağırışların qarşısındaydıq. Bu, işğal altında olan torpaqlarımızın geri qaytarılmasıydı, 30 il pozulmuş sərhədlərimizin bərpa edilməsiydi, böyük bir məcburi köçkün, qaçqın problemi ilə üz-üzəydik, bu problemlərin həll olunması ilə məşğuldur və demək olar ki, Azərbaycan dövləti bütün gücünü və qüvvəsini bu problemlərin həll edilməsinə həsr etməyə başlamışdı. Amma 2020-ci ildə Müzəffər Ali Baş Komanda
Cənab Prezidentin və Azərbaycan xalqının dəstəyi ilə biz Azərbaycanın işğal altında olan bütün torpaqları geri qaytara bilmişik. Azərbaycanın 30 il pozulmuş İranla 136 kilometrlik sərhədlərini bərpa edə bilmişik. Ermənistanla təxminən 400 kilometrdən artıq olan sərhədlərini bərpa edə bilmişik. Azərbaycanın 20% işğal altında olan torpaqları geri qaytara bilmişik və dünyada və bundan sonraki tarixdə də həmişə müzəffər xalq kimi yaşamağı haqq eləmişik. Artıq biz bunların hamısını həyata keçirmişik. Bundan sonraki dönəmdə təbii ki, Azərbaycan dövlətinin qarşısında duran əsas məsələ işğaldan azad etdiyi ərazilərdə bərpa etmək, qurmaq, yaratmaq və ərazilərdən uzun müddət məcburi köçkün düşmüş möhtərəm Cənab Prezidentin qeyd etdiyi kimi ağır sosial-psixoloji vəziyyətdə yaşamış məcburi köçkünləri öz ata-baba yurtlarına qaytarmaq, özü də daimi qaytarmaqla bağlı Azərbaycan dövlətinin qarşısında ciddi çağırışlar var. Gəlin açıq etiraf edək ki, dövlət olaraq Azərbaycan dövləti bəlkə də sözlə ifadə oluna bilməyəcək dərəcədə işlər həyata keçirməkdədir. Yəni, bayaq Fatma xanım qeyd elədi, Azərbaycan Respublikasının dövlət büdcəsindən indiyə qədər Qarabağdan işğaldan azad olunan ərazilərin bərpası ilə bağlı kifayət qədər vəsaitlər ayrılıbdır və bu vəsaitlər hesabına biz misilsiz işlər görməkdəyik. Amma təkcə Azərbaycan dövlətinin bu ərazilərlə bağlı işi vəsaitə ayırıb və burada bərpa quruculuq prosesləri deyil. Biz Ermənistanla təxminən 400 kilometrdən artıq bir sərhədi bərpa etmişik. Bugün bütün sərhədlərdə Azərbaycanın ordusunun mobilizasiya olması, yerləşməsi üçün postların qurulması ilə bağlı, bu postlara aparan yolların çəkilməsi, qazın, suyun, işığın çəkilməsi ilə bağlı kifayət qədər işlər görmüş. Və bu hərbi sirr olduğuna görə mən bunları açıqlamaq istəmirəm, amma Azərbaycanın Ermənistanla sərhəddəki yerləşən rayonları içərisində ən az müşahidə postu, ən azı 22 post var. Və bunların hamısı Azərbaycan dövləti tərəfindən kifayət qədər hər bir resursla təmin olunmaqdadır. Dövlət olaraq dövlətimiz kifayət qədər işləri görməkdədir. Amma biz vətəndaş olaraq və yaxud elmi ictimaiyyət olaraq Qarabağın dirçəlməsi, Şərqi Zəngəzurun dirçəlməsi, buraya gedən insanların orada daimi yaşaması ilə bağlı suallar var ki, o suallar həll edilməlidir. Biz dayanıqlı qayıdış deyəndə hər şeydən əvvəl insanları evlərinə qaytarmaq, onları orada sosial, iqtisadi vəziyyətlərini düzəltmək və çalışmaq lazımdır ki, sərhədlərin o biri tərəfindən bizə düşman baxır. Biz orada daimi yaşayaq. Azərbaycan dövlətinin oradan köçüb gələn insanlara qaytarıb gitdiyi, verdiyi evlərin işıqları axşamlar yanmalıdır. Bunun üçün insanları orada saxlaya biləcək, insanları orada formalaşdıra biləcək, insanları oraya bağlaya biləcək vərdişləri biz həyata keçirməliyik. Azərbaycan bugün dünyada heç vaxt olmayan bir prosesi həyata keçirir. Biz hamımız vərdiş etmişik ki, insanlar kənddən şəhərə gələrlər. Biz hamımız, əksəriyyət böyük insanlar, baxırlar bu konferansda iştirak edənlərin də böyük hissəsi rayonlarda, kəndlərdə anadan olmuş, böyümüş, elm dalıncan, təhsil dalıncan, gələcək dalıncan, Bakıya, Sumqayıta, Abşerona gələn insanlardır. Amma biz bugün Bakıda, Sumqayıtda, Abşeronda 32 il bundan əvvəl doğulmuş uşağı, indi onun 32 yaşı var. Artıq onun özünün 2-3 uşağı var. Bu ailəni biz yenidən o yerlərə qaytarırıq. Və mən özüm o rayonlardan birindən olduğuma görə deyirəm ki, o insanlar o əraziləri görmüyorlar. Bakıda, Sumqayıtda, Abşeronda anadan olmuş digər məcburi köçkün ailəsindən olmayan uşaqların Qarabağ və Şərqi Zəngəzurla bağlı təsəvvürləri nə qədərdirsə, elə bu balaların da təsəvvürü o qədərdir. Çünki hamı kitablardan oxuyubsa, hamı müəllimlərdən eşidirsə, hamı oxuduğu yerdən öyrənir və hamı kinolarda görmüşsə Qarabağı, onlar belə kinolarda görürlər. Amma o insanları biz geri qaytarırıq və onlar daimi orada yaşamalıdır. Ona görə bizim hamımızın üzərində böyük bir məsuliyyət düşür ki, biz o insanlara dayanıqlı qayıdışı təmin etməliyik. Və insanlar indi tərsinə bir hadisə baş verir. İnsanlar şəhərdə, məsələn, adamlar var idi ki, əvvəllər dil öyrənmək üçün şəhərə gəlirlər. İndi bizim ora qaytardığımız adamlar 3 dil bilirlər. Biz insanları gətirmişdik şəhərə, əvvəllər gəlirdilər,
muğam müsahibələrində, digər müsahibələrdə iştirak edirdilər. Onlar gələcək. Ora qayıdanlar muğam müsahibəsinin qalibləridir. Biz o insanlar gəlirdilər şəhərdə idman yarışlarında iştirak edirdilər ki, gələcəkləri qurulsun, amma indi onların içində eləsi var çempiondur. Yəni biz başa düşməliyik ki, bilmirəm fikrimi çatdıra biləm, o elə insanlara qaytarırıq ki, o insanlar elə anadan olandan şəhərlidirlər. Amma biz onları bugün o əraziyə, ona görə möhtərəm cənab prezident hər dəfə çıxışlarında qeyd edir ki, biz daha müasir, daha gözəl, daha əlverişli, insanların arzularını reallaşdıra bilən biz orada şərait yaratmalıyıq. Məsələn, mən özüm şəxsən qəbullar keçirdirəm bu bizim bölgədə. Məsələn, Laçın rayonundan həkim var, Tibb Universitetini İstanbulda bitirib, Almaniyada da magistratura muxtarı. Adam 17 il oxuyur. İndi Bakıya gəlir. Laçın rayonunun Alxası kəndindədir. Biz onu Alxası kəndinə qaytarırıq. Adamın arzuları unutdu, adam təhsili, tibbi seçir və s. Həm də bir vətən sevgisi qaytar. Ona görə demək, xəstəxananın da ən müasir fikirləridir ki, bu insanlar geriyə qayıdışarsan, daimi orada qayıdışı təmin olunsun. Bununla bağlı qayıdan insanların orada bir dövlətin verdiyi dəstək var, bir dövlətin ardığı maliyyə var, bir də ərazinin verdiyi fürsətlər var, imkanlar var. Bayaqları ilk çıxış edən şəxsin qeyd etdiyi kimi turizm ilə bağlı orada elə təbiətin özünün verdiyi fürsətlər var. Kəlbəzərin isti suyu harda var ki, gedib başqa yerdə də turizmi bulursun. Laçının Min kəndinin isti suyu harda var ki, başqa yerdə sağlamlıq turizmi bulursun. Azərbaycanın mineral su ehtiyatlarının təxminən 40% təkcə Kəlbəzər, Laçın, Şuşanın payına düşür. Azərbaycanın bütövdə su ehtiyatlarının 27% bu ərazilərin payına düşür. Təbiətin özünün verdiyi fürsət imkanlar var. Bir də Azərbaycan dövlətinin tətbiq etdiyi vergi, gömrük, kredit fürsətləri və eyni zamanda əlavə etdiyi maliyyə var. Amma mənim çox istədiyim ondan ibarətdir ki, mən bu fikri insanlarla görüşdüyümə görə bu fikirləri çatdırmaq istəyirəm. Profesör Şəfa müəllim dedi ki, suallar və təkliflər olarsa biz bunların hamısını nəzərə alarıq. Ona görə bunları bildirmək istəyirəm. Hər şeydən öncə bu bölgədən çıxmış Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin ölkəmizdə yaratdığı düzgün şaxələndirilmiş iqtisadi imkanlardan yararlanmış, özünün böyük biznes imkanlarını yaratmış insanların bu ərazilərdə iqtisadi gücündən, maliyyə gücündən, iqtisadi imkanlarından bir mənalı şəkildə istifadə edilməlidir. O insanlara şəraitlər yaradılmalı ki, o insanlar öz vətən, öz torpaq torpağında, torpaqla, vətənlə bağlı indiyə qədərki arzularını reallaşdıra bilsinlər. Çünki o insanlar köçüb o ərazilərdə yaşayacaqlar. Onların biznesləri, onların sosial-iqtisadi inkişafda yaxından iştirak edəndə bu insanların orada yaşamaqları daha daimi və dayanıqlı olacaq. Onlar vətənə öz vətənləri kimi, torpağı kimi baxacaq. Onlar vətənə gəlin mənbəyi kimi baxmayacaq. Mən çox istəyərəm ki, bu bölgədən, Laçından, Kəlbəcərdən, Şuşadan, Ağdamdan, Füzulidən, Zəngilandan, Cəbrayıldan, Qubadlıdan olan iş adamların İqtisadiyyat Nazirliyi xətti ilə, Sahibkarlığa Kömək Milli Fondu xətti ilə, lap bizim İqtisad Universitetinin alimlərinin təklifləri ilə böyük görüşlər keçirilsin. Onların təklifləri nəzərə alınsın. Onlar bu prosesdə yaxından iştirak etsinlər. Onların bu prosesdə yaxından iştirak etməsi həm bizim bütövlükdə imkanlarımızın səfərbər edilməsinə gətirib çıxardacaq, həm bu insanların köçüb bu ərazilərdə yaşamasını daimi eləyəcək, həm də biz bunun bütün hamısını dövlətə yükləməyəcəyik. Biz hamımız deyir ki, dövlət bunu ayırdı, dövlət bunu ayırdı. İmkan vermək lazımdır, özəl sektor orada istehsal prosesində, sosial-iqtisadi inkişafda yaxından iştirak etsin. Və kifayət qədər müraciətlər var. Bütün bu müraciətlər təbii ki, ölçülməlidir, biçilməlidir. Bizim üçün daha strateji nələrdən ibarətdir. Onların hamısını iqtisadi, texniki iqtisadi əsaslandırılması aparılmalıdır. Biznes planlar müzakirə olunmalıdır. Daha effektiv, daha gələcəkli, daha dayanıqlısı orada müzakirə oluna bilər. Amma mən düşünürəm ki, bu insanlar bu proseslərdə yaxından iştirak etməsi çox vacib məsələlərdən biridir. Üçüncü ən vacib məsələlərdən biri bizim
oraya köçürdüğümüz insanlarla bağlı möhtərəm cənab prezidentin tapşırığına əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində bu insanların, köçəcək insanların arzuları, peşələri, orada işləmək, yaşadıkları müddətdə hansı işlərlə sahib olması ilə bağlı konkret siyahılar var. Bizim orada açacağımız müəssisələr, təşkil etdiyimiz biznes sektorları, inkişafları oraya köçürüləcəyimiz insanların ixtisaslarına uyğunluqlar seçsin. Daha çoxluq təşkil edən hansı ixtisas sahibləridir? Daha çox ehtiyacı olan hansı məsələlərdirsə, o məsələlər orada öz həllini tapsın. Yəni, belə olduğu təqdirdə insanların orada daimi yaşaması ilə bağlı heç bir suallar qalmayacaq. Çünki Azərbaycan dövlətinin qarşıda duran əsas məsələlərindən biri məcburi köçkünləri, mən sayını demək istəmirəm, bu məcburi köçkünlər, xüsusilə də evə, işə ehtiyacı olan məcburi köçkünləri Bakıdan, Sumqayıtdan, Abşerondan, Azərbaycanın 58 bölgəsinə yığıb öz ata-baba yurtlarına qaytarmaqdır. Mən vaxtınızı deyəsən çox alıram. Mən Fatma xanımdan Türkiyədə olanda bizim görüşlərin birində adını çəkmək istəmədiyim şəxslərdən biri mənə dedi ki, torpaqları da almışıq, yaxşı etibarlı da qoruyuruq, amma bizim ən böyük məsələmiz vətəndaşı ora qaytarmaq. İnsanları ora qaytarmaq. Erməni də 30 il oranı aldı, məskunlaşa bilmədi. Biz təcili orada məskunlaşmalıyıq. Möhtərəm cənab prezident Laçınları qaytaranda 28 mayda dediyi kimi ki, cənnəti görmək istəyənlər gəlsin burada görsün. O cənnəti yaradan Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdir. Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır və inanıram ki, bundan sonraki müddətdə də bu prosesdə sürətlə həyata keçiriləcək, insanların 30 illik həsrətinə son qoyulacaq və hamı öz ata-baba yurtlarında daimi yaşayacaqlar və Azərbaycan aliminin, Azərbaycan insanının, Azərbaycan düşüncəsi olan insanların heç olmasa bu leksikonundan məcburi köçkün, qaçqın, böyük qaydı bu məsələlər çıxacaq. Biz tamamilə azad, firavan, tamamilə belə deyək, daha yüksək səviyyədə olan məsələlərlə məşğul olacaq. Minnətdaram sizə, təşəkkür edirəm hamınıza, vaxtınızı çox aldığına görə üzr istəyirəm. Hörmətli Mahir müəllim, maraqlı çıxışınız üçün çox təşəkkür edirik sizə və verdiyiniz təkliflər də mütləq nəzərə alınacaq, qeyd olunacaq. Çox təşəkkür edirik. İndi isə sözü Bakı Dövlət Universitetinin İqtisadiyyat Kafedrasının müdürü Vahid müəllim, professor Vahid müəllim Abbasova veririk. Buyurun Vahid müəllim. Vahid müəllim Qarabağ İqtisadi rayonunda aqrar sahədə milli brendlərin formalaşdırılması və dünya bazarlarına çıxarılması mövzusunda çıxış edəcək. Buyurun. Hörmətli həmkarlar, hörmətli millət vəkilləri, biz bugün çox vacib bir məsələnin müzakirəsinə yığışmışıq. Bizim üçün qürurlu olan, bizim üçün şərəfli olan bir problemin çözülməsində hansı tədbirlərin həyata keçirilməsi, hansı vacib işlərin, təbii ki, burada həyata keçiriləcək işlər bizim iqtisadi potensialımızdan qaynaqlanacaq, bizim iqtisadi sahədə qərarları qəbul etməyimizdən və buna inatçılıqcasına bu proseslərin həyata keçirilməsinə nail olmaqdan ibarətdir. Burada səsləndi ki, bəli, bugün biz əhalimizi işğaldan azad olmuş Qarabağ İqtisadi rayonuna, Şərqi Zəngəzur İqtisadi rayonuna qaytarmalıyıq. Hətta bizim prezidentimizin səyləri nəticəsində Qərbi Azərbaycandan köçürülmüş vətəndaşlarımızın da ora qaytarmasına dair böyük tədbirlər həyata keçirilib, Qərbi Azərbaycan icması yaradılıb və mən nəinki əminəm ki, Qarabağa biz bu köçü demək, səmərəli təşkil edirik. Hətta Qərbi Azərbaycana vətəndaşlarımızın qayıtmasına da nail olacaq. Çünki bizim bu tədbirləri həyata keçirməyə kifayət edəcək qədər iqtisadi potensialımız və gücümüz var, iradəmiz var və ən başlıca sizə inamımız var. Bugün Qarabağ İqtisadi rayonuna və Şərqi Zəngəzur İqtisadi rayonuna əhalinin köçürülməsində birbaşa əhalinin orada məskunlaşması ilə əlaqədar yeni şirələrin yaradılması, məşğulluq demək, tədbirlərin həyata keçirilməsi, təbii ki, bu da demək, orada əhalinin məskunlaşmasında vacib amillərdən birinə çevriləcək. Bu sahədə ən vacib məsələ biz bu ərazilər kənd təsərrüfatının demək, sayəsində mövcud olacaq. Bilirsiniz ki, orada məşğul əhalinin
vaxtilə ənənəvi məşğul olduğu sahələr kənd təsərrüfatı ilə bağlı məhsulların emalı ilə, onların saxlanması ilə, infrastruktur fəaliyyətlərinin yaradılması və bu məhsulların bazarlara çatdırılması kimi geniş fəaliyyətləri əhatə edir. Hər şeydən əvvəl oradakı mövcud torpaqların qeydiyyata alınması, orada əhaliyə o torpaqlardan istifadə imkanlarını, hüquqi bazasının təmin olunması, təbii ki, burada bütün aqrar sahənin müxtəlif sahələrinin, heyvandarlıq və bitkiçiliyin ayrı-ayrı sahələrin necə inkişaf etdirilməsi, burada texniki bitkilər istehsalından nail olunması məsələləri diqqət mərkəzində saxlanılmalıdır. Mən sizdən istəyirəm, burada da slaytlarım var, mən bunu da təqdim eləmək imkanım varmı? Bu slaytları təqdimat eləmək. Bəli, Vahid müəllim, buyurun. Deməli, Paylaşın, orada var. Aşağıda demonstrasiya ekranı var. Oranın üstünə vurun, zəhmət olmasa. burada təşkilatçı demonstrasiyanı söndürür. Orada siz onun imkanı yaradın da belə cavab verir ki, organizator atqılçı demonstrasiya. Bir də indi baxın, zəhmət olmasa Vahid müəllim. Aha. Deyərim ki, paylaşa bildim. Bəli, buyurun. Çox sağ olun. Bəli, deməli, burada əsasən kənd təsərrüfatının ayrı-ayrı sahələri, bitkiçilik və heyvandarlıq təbii ki, bir-birindən ayrı təsəvvür etmək mümkündür. Heyvandarlığın inkişaf etdirilməsi bir parça bitkiçilik sahələrlə bağlıdır, yem bazası ilə bağlıdır. Əhalinin ərzaqla təmin olunması, çörəklə ən vacib təmin olunması bizim bugün taxılçılığın bölgədə ənənəvi sahələrinin inkişaf etdirilməsi, meyvəçilik sahələrinin inkişaf etdirilməsi və təbii ki, xırda buynuzlu, iri buynuzlu malqaranın da orada inkişaf etdirilməsi sayəsində çox ciddi işlər görməlidir. Ən böyük buradakı bərpa işlərindən biri burada texniki bitkilər istehsalına bərpa edilməsi məsələləridir. Çünki texniki bitkilər istehsalı həm digər sahələrdən fərqli olaraq həm gərinlidir, digər, məsələn, taxılçılıqdan, tələbəçilikdən fərqli olaraq texniki bitkilər məsələsi, tütün, pambığın istehsalının burada genişləndirilməsi 4-5 dəfədən artıq kəndlərə məşğulluğuna təsir göstərir, gəlilərinə təsir göstərir ki, bu da çox mühüm amillərdən biridir. Və bizim burada xarici bazarlara çıxarda biləcəyimiz əsas məhsullar da bilavasitə texniki bitkilər istehsalı ilə əlaqədardır. Burada baramaçılıq, tütünçülüyün, deməli orada iri yarpaqlı tütün sortlarının yetişdirilməsi, hətta aromatlı tütün sortlarının, Samsung sortlarının yetişdirilməsi vaxtilə müvafiq ənənələrə uyğundur. Və təbii ki, bu bölgənin tarixi ənənələrində baramaçılıq da mühüm rol oynayır. Çünki bunlar əlavə iş yerləri yaradır, əlavə məşğulluq yaradır və bu da əhalinin gəlirlərində onların məşğulluq səviyyəsinin artmasında çox mühüm rol oynayan amillərdən biridir. Məsələn, burada diqqətinizə çatdırmaq istəyərdim ki, məsələn, Qarabağ İqtisadi Rayonunda kənd təsərrüfatı bitkilərinin neçə əməkçi sahələrinin həcmi son 2000-ci ilin deməli, bu dinamikasında gördüyünüz kimi dinamik olaraq artımlarla müşahidə olunur. Bu demək ki, əkin sahələri bərpa olmağa başlayıb, xüsusilə də deməli 2020-ci ildən sonraki bax bu proseslər onu göstərir ki, burada əkin sahələrinin yavaş-yavaş bərpa olunması, onlara marağın artırılması və onun dövrəyə cəlb olunmasında xüsusi tədbirlər həyata keçirməyə başlayır. Şərqi Zəngəzur İqtisadi Rayonu üzrə kənd təsərrüfatı bitkilərinin neçə əməkçi sahəsi də gördüyünüz kimi xüsusilə 2020-ci ildən sonra burada sürətli artım dinamikası gördüyünüz burada qrafikdə öz əksini tapır. Mən ayətlə bunları sizə nümayiş etdirməkdə əsas hədəfim ondan ibarətdir ki, dənli və paxlalı bitkilərin əkin sahələrində baş verən bu dinamiklik də burada özünü göstərməkdədir. Və digər dənli paxlalı bitkilərlə yanaşı, burada Zəngəzur rayonunda da iqtisadi bitkilərin, dənli paxlalı bitkilərin istehsalında əkin sahələrinin artım tempinə uyğun olaraq yüksək dinamika müşahidə olunur. Bu da gələcəkdə əhalinin ərzaqla təmin olunmasında, Azərbaycanın dünya bazarında çörək və dənli bitkilərinin ixalından asılacağını xeyli artırmış olacaq. Bu barələri götürdükdə gələcəkdə kənd təsərrüfatının ümumi məhsulunda 20%-ə qədər artım vəd ediləcək ki,
Bu da bizim üçün gələcək hədəflərimizin düzgün seçilməsində mühüm rol oynayacaqdır. Digər burada deməli istiqamətlərdən biri pambıq istehsalının təsəvvür edin ki, artım dinamikası burada diqqəti cəlb edən məqamlardan biri. Son zamanlar nəinki Qarabağ iqtisadi rayonlar, ətraf digər Aran iqtisadi rayonlar və digər ərazilərə dövlətin subsidiyalaşma siyasətinin aparılması təbii ki, pambıq istehsalına da xüsusi deməli maraq yaradır və bu dinamikada xüsusi onunla əlaqədardır. Pambıqçılıq bilirsiniz ki, gəlirli sahələrdən biridir. Pambıq istehsalı emal sənayesi və pambıq emalı sənayesi müəssisələrinin fəaliyyəti ilə birbaşa əlaqəlidir. Təbii ki, o ərazilərdə də biz pambıq emalı sənayesi müəssisələrinin də, ilkin emal sahələrinin də bərpa işlərinin demək olunmasına çalışmalıyıq. Burada ümumiyyətlə Zəngəzur iqtisadi rayonundadır. Şərqi Zəngəzur iqtisadi rayonunda da deməli texnik bitkilərin istehsalında bu dinamizmi deməli müşahidə olunur. Yəni burada müəyyən problemlər, orada toxumlarla təmin olunmasında, suvarma işlərinin səviyyəsinin artırılmasında və sair olan problemlər bu prosesin demək daha da gələcəkdə dinamik olmasına demək zəmin yaradır. Mən bütün bunlarla yanaşı bu sahələrdə bütün məhsuldarlığın bütün ayrı-ayrı sahələrində artımdan nail olmasında qida sənayesi sahələrinin, ət və süd emalı sənayesi müəssisələrinin də yaradılması mühüm deməli vacib istiqamətlərdən biridir. Çünki süd məhsulları və ət məhsulları tez tələb olan məhsullardır. Biz bunların ilkin emalını təmin etmək üçün orada ilkin emal müəssisələrinin, fərdi təsərrüfatçılıq sahələrinin yaradılmasına xüsusi diqqət ayırmaq. Konserv sənayesi müəssisələrinin bərpa olunması, tez yetişən meyvələrin konservləşdirilməsi, orada əhalinin gələcək deməli gəlirlərinin artırmasında, birbaşa məşğulluğun artırmasında da demək mühüm rol oynaya bilən əsas amillərdən birinə çevrilməlidir. Tütün haqqında demək istəyərdim. Burada tütün ənənəvi olaraq bu sahədə tütün fermentasiya zavodları fəaliyyət göstərir və tütün əhalimiz üçün təbii ki, təbliğatına üstünlük vermirik ki, bu tütün istehsalına maraq göstərəsində. Ancaq xarici bazarlarda bu tütün xammalına olan tələbat və bizim tütünçülük sənayemizin, siqaret papiros istehsal edən sənaye müəssisələrimizin yerli xammala olan tələbatının da ödənilməsi baxımından bu sahənin inkişafına da diqqət yetirməlidir ki, bu da gələcəkdə burada suvarma işlərinin, su tutarların deməli yaradılmasını tələb edir. Sonra burada ən əsas tələblərdən biri suya qənaət edən suvarma suyundan səmərəli istifadə etmək üçün müasir suvarma texnologiyalarının tətbiq olunmasını tələb edir. Bütün dünyada, heç bir dünya ölkələrində selləmə suvarma üsulu əsas götürülür, yəni ona üstünlük verilmir. Çünki suya böyük tələbat olduğu bir dövrdə selləmə üsulu torpaqların şoranlaşmasına, o sudan qeyri-səmərəli istifadə olunmasına və işçilərə gətirib çıxarır. Və xüsusilə də torpaq iqlim şəraitindən asılı olaraq, torpağın fiziki, bioloji keyfiyyətlərindən asılı olaraq selləmə hər yerdə sulu ilə suvarma üsulunun həyata keçirilməsi kənd təsərrüfatı üçün səmərəli hesab olunur. Ona görə burada ən müasir damcılı üsullardan istifadə olunması tələb olunur ki, burada böyük kapital qoyuluşları tələb olunur. Və bizim hətta burada suvarma texnologiyalarının istifadə olunması digər xarici ölkələrlə, bu sahədə təcrübəsi olan qonşu ölkələrlə, inkişaf etmiş ölkələrlə demək birbaşa ortaq layihələrin həyata keçirilməsi istiqamətlərini demək yaradılmasını tələb edir. Digər bir tərəfdən bu ərazilər bildiyimiz kimi dağlıq, dağ yamaslarını əhatə edən sahələri özündə əks etdirir və burada 90-cı illərə qədər, 1980-ci illərin axırlarında, sonlarında Azərbaycan Respublikasının regionların iqtisadi inkişaf proqramında o terrasların yaradılması proqramları həyata keçirməyə başlamışdır. Terrasların yaradılması bütün dünya ölkələrində xüsusilə dağ-dağətəyi əraziləri olan kəndli təsərrüfatların inkişafında çox mühüm rol oynayır. Hətta burada suvarma suyundan qənaətlə istifadə olunmasına və torpaq ərazilərindən daha səmərəli istifadə olunmasına demək birbaşa şərait yaradır. Terraslar bizim bölgələr ərazilərimiz üçün o vaxt başlanan layihələr yarımçıq qalır. Təbii ki, bu aparılacaq bərpa işlərinin əlaqədar o terrasların da gələcəkdə geniş deməli tətbiq olunmasına, yaradılmasına, kapital qoyuluşlarının yönəldilməsi böyük səmərə verə bilər. Və nəhayət heyvandarlıq üçün vacib sahələrdən biri mövcud olan orada otlaqların, yaylaqların bərpa edilməsi də çox mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də
Aran İqtisadi Rayonundan yaylaqlarda deməli heyvanların aparılması, o yaylaqların bərpa edilməsi, onların məhsuldarlığının artırılması, mədəni otlaqların orada yaradılmasına xüsusi diqqət göstərilməsi əhalimizin gələcəkdə o bölgədə daha səmərəli məskunlaşmasına şərait yaradacaqdır. Burada əhalinin orada necə köçürülməsi və burada hansı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi vacib məsələdir. Təbii ki, biz bu tədbirlərin həyata keçirilməsində ölkəmizin nəinki Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonunda əhalinin məskunlaşmasına şərait yaradılır. Bütövlükdə şəhərdə məskunlaşan 70% əhalimizin, ölkə əhalisinin mən deyərdim ki, bütün bölgələrə, kənd ərazilərinə qaytarılması üçün çox ciddi proqramlar qəbul olunmalı. Təbii ki, bu işlə dövlətimiz kifayət qədər subsidiyalaşma, subvensiya siyasəti həyata keçirir, kənd təsərrüfatına birbaşa yardımlar həyata keçirir, sosial proqramlar həyata keçirir. Ancaq bunlar o dərəcədə olmalıdır ki, əhalimiz orada məskunlaşmasına tam şərait yaransın, iqtisadi mühit yaradılsın ki, əhali kənddən şəhərə axılmasın. Təbii ki, burada qarşılıqlı o miqrasiya məsələləri də öz əhəmiyyətini saxlamaqdadır və gələcəkdə bu siyasətləri reallaşdıra bilsək, ümumiyyətlə bütün ərazimizin, bölgələrimizin daha balanslı şəkildə inkişaf etməsinə, əhali məskunlaşmasının səmərəli təmin edilməsinə deməli şərait yaratmış olacaq. Mən bunlara bu tədbirlərin həyata keçirilməsində tam özümə inanım kimi əminəm ki, bunların biz öhdəsindən gələ biləcəyik. Sadəcə olaraq burada qətiyyətli və düzgün qərarların qəbul edilməsinə nail olmaqdan ibarətdir. Mən sizin vaxtını çox almaq istəmirəm. Çox sağ olun, diqqətinizə görə minnətdaram. Vahid müəllim, təşəkkür edirik dolğun çıxış üçün. İndi isə mən sözü Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin tədqiqatçısı Fərid müəllim Cəbiyevə verirəm. Fərid müəllim Qarabağ İqtisadi Rayonunun resurs potensialının istifadə etməklə milli brendlərin yaradılması prioritetləri mövzusunda çıxış edəcək. Buyurun Fərid müəllim. Təşəkkür edirəm Rəna xanım. Mən də öz növbəmdə hörmətli professorlarımızı, millət vəkillərimizi və əlbəttə ki, konferans iştirakçılarını salamlayıram. Öncə UNEK günü münasibəti ilə UNEK rəhbərliyini, professor müəllim heyətini və tələbələrini təbrik edirəm və ümid edirəm ki, UNEK-in yeni yaşında biz tədqiqatçılar da öz tədqiqatlarımızla töhfə verəcəyik və nüfuzlu beynəlxalq indeksləmə sistemlərində, bazalarında öz məqalələrimizlə çıxış edəcəyik. Sakit müəllim qeyd eləmişdi, son illərdə artıq bu məqalələrin sayında artım baş verib və ümid edirik ki, növbəti illərdə də bu sayda artım olacaq. Konferansımızın təşkili ilə bağlı hörmətli professor Şəfa müəllim Əliyevi mən təşəkkür bildirmək əslində çox prioritet olan bir məsələ barəsində bugün biz yığışmışıq və məndən öncə hörmətli millət vəkillərimiz, professorlarımız çıxış elədi və müəyyən məsələləri qeyd elədi. Mən çıxışımı daha çox iqtisadiyyatın müxtəlif sektorlarında brendləşmə ilə bağlı qurmaq istəyirəm. Yəni, ümumi olaraq qeyd etdiyimiz müəyyən məqamlar var, amma bu məqamları bir qədər spesifikləşdirsək, hansı təklifləri irəli sürə bilərik, hansı tədqiqatlar aparılıb və ya növbəti illərdə hansı tədqiqatlar aparıla bilər ki, bunu müəyyən bir töhfələr olsun. Ümumi olaraq iqtisadiyyatın sektorları üzrə baxdığımızda əlbəttə az öncə də professorumuz vurğuladı. Kənd təsərrüfatı sahəsi Qarabağ İqtisadi Rayonunda çox önəmli bir paya sahibdir. Əlbəttə ki, 44 günlük o zəfər müharibəsindən sonra artıq o ərazilərin işğaldan azad olunması, o ərazilərdə mina təmizləmə əməliyyatlarının aparılması, infrastrukturun qurulması artıq, belə deyək, müəyyən qədər yaşayış məqsədi ilə olmasa da, yəni ora köçürülənlərin sayı bugün bəlkə də çox olmasa da, kənd təsərrüfatına yararlı sahələrin artıq ərsəyə gəlməsi, orada müəyyən əkinçilik, maldarlıq işlərinin aparılmasını da labüd edir və Qarabağ İqtisadi Rayonu üzrə baxdığımızda əslində burada rayonların kənd təsərrüfatına yararlı torpaqlarının
əslində 50%-dən çox olduğunu görürük və mən burada müəyyən statistikalar qeyd etmişəm özümdə. Ağdam rayonunda bu rəqəm çox yüksək. Məsələn, 92%-ə qədər yüksəlir. Bu o demək ki, Ağdam rayonunun əkinə yararlı sahələri 92%-dən daha çoxdur və bu artıq həmin rayonda iqtisadi olaraq kənd təsərrüfatla məşğul olmağa imkan verir, onun ölkə iqtisadiyyatına böyük bir töhfəsinə imkan yaradır və digər bir məqam onunla bağlıdır ki, son 4 ilin statistikasına baxıldıqda Ağdam rayonunda kənd təsərrüfatı üzrə istehsalda 70%'lik bir artım müşahidə olunur. Artıq bu bizə ona deməyə imkan verir ki, növbəti illərdə də kənd təsərrüfatı sahəsində sadəcə Azərbaycanın daha öncədən var olan iqtisadi rayonları deyil, yeni yaradılmış olan iqtisadi rayonlarımız da Qarabağ iqtisadi rayonunda, Şərqi Zəngəzur iqtisadi rayonunda da kənd təsərrüfatına ciddi şəkildə bir potensial var, resursumuz var və biz orada əlbəttə ki, bunlardan istifadə imkanına sahib olacağıq. Bununla yanaşı aparılan bir digər tədqiqatda aqrar sektorla bağlı ki, aqrar sektorda təxminən 10%-ə yaxın əlavə dəyərin yaradılma imkanı var bu regionda və düşünülür ki, artıq yaxın illərdə, yaxın bir neçə il ərzində Qarabağ iqtisadi rayonunda və Şərqi Zəngəzur iqtisadi rayonunda bu kənd təsərrüfatı potensialından istifadə etməklə Azərbaycanın aqrar sektorunda əlavə 10%'lik bir iqtisadi dəyər yaradılmış olacaq. Əlbəttə ki, burada biz Qarabağ iqtisadi regionunu bir qədər önə çəkirik. Çünki kənd təsərrüfatına yararlı torpaq sahələri Qarabağ iqtisadi rayonunda Şərqi Zəngəzur iqtisadi rayonla müqayisədə daha çoxdur. Bu da əlbəttə ki, həmin rayonların iqtisadi olaraq, coğrafi olaraq relyefi ilə əlaqələndirilir və bu kənd təsərrüfatı sahəsində əlbəttə ki, milli brendlərə gəldiyimizdə burada yeni yaradılacaq sortlar, yeni yaradılacaq bitki sortları, istər bu taxılçılıq üzrə ola bilər və ya digər bitkisilik növləri üzrə ola bilər ki, bu milli brendlər sadəcə ölkədə deyil, xarici ölkələrdə də satışı həyata keçirilə bilər ki, bu da əlbəttə Azərbaycanın öz milli brendlərinin dünyada tanıdılması deməkdir. Sənaye sahəsinə gəlmiş olsaq, əlbəttə ki, Qarabağ iqtisadi rayonunun özünün sadəcə kənd təsərrüfatı deyil, aqrar sahə olaraq da, aqrar sahə imkanları da mövcuddur, daha doğrusu sənaye imkanları da mövcuddur və sənaye sektorunda biz əlbəttə ki, son vaxtlarda həmin o region üzrə aparılan və qurulan aqrokomplekslərdən, aqrar sənaye komplekslərindən biz danışa bilərik ki, burada aqrar sənaye komplekslərinin qurulması və 110 milyon manatlıq bu sənaye parkları üçün hal-hazırda sərmayə cəlb edilib və bu sərmayenin cəlb edilməsi artıq bizə Qarabağ iqtisadi rayonunda çox ciddi sənaye komplekslərinin, sənaye sahələrinin qurulacağı barəsində bizə məlumat verir. Əlbəttə ki, burada sadəcə biz kənd təsərrüfatının emal sahəsi ilə bağlı və ya sadəcə aqrar sektorla bağlı məsələləri qeyd etmirik. Bununla yanaşı biz burada inşaat sektorunda qeyd edə bilərik ki, burada ən çox üzərində durulan məsələlərdən biri məhz regionun, Qarabağ iqtisadi rayonunun böyük potensialından olan Şahbulaq yüksəlindəki bu daş karxana istifadəsi ilə bağlı ola bilər. Çünki qeyd edilən ərazinin imkanları və nəticədə işğaldan azad olunduqdan sonradakı böyük quruculuq işlərinin olması tikinti klasterinin də yaradılmasını təbii ki, labüd edir və tikinti klasterinin yaradılması əlbəttə orada orada sənaye sektoruna və tikinti sektorunda qurulmasını, klasterlərin yaradılmasını əlbəttə ki, labüd edir. Tikinti sektoruyla bağlı bunu qeyd edək ki, ümumilikdə işğaldan öncəki dövrlərdə, yəni söhbət Sovet Respublikası İttifaqı müddətindən gedir ki, orada olduqda ciddi şəkildə Qarabağ iqtisadi rayonunun potensialı mövcud olub, tikinti sektoru ilə bağlı və artıq 44 günlük müharibədən sonra, zəfərdən sonra artıq bu yerlərin də yenidən potensialla istifadə düşünürük ki, tədqiqatlar da bunu göstərir ki, həm Qarabağ iqtisadi rayonu üçün, həm Şərqi Zəngəzur rayonu üçün əlbəttə çox böyük bir önəmə sahibdir və bunların həyata keçirilməsi, bu addımların atılması əlbəttə ki, çox böyük bir önəm daşıyır. Və digər bir sahə olaraq əlbəttə ki,
Burada biz turizm sektorunu vurğulamasaq, turizm sektorunda yaradılacaq və ya milli brendlərdən mütləq şəkildə danışmalıyıq. Çünki artıq o yerlərə qayıdış başladıqdan sonra, o yerlərdə infrastruktur qurulduqdan sonra əlbəttə ki, turizm sektorunun da canlanacağı gözlənilir. Qarabağ İqtisadi rayonu əlbəttə ki, bizdən əvvəlki nəslər daha yaxşı xatırlayar. Hər zaman Azərbaycanın turizm bölgələrindən hesab edilib, turizm rayonlarından hesab edilib və həmin rayonlar artıq yenidən istər yerli əhalinin, istərsə də xarici qonaqların maraq dairəsindədir və düşünür ki, yaxın zamanda, çox yaxın zamanda bura Qarabağ İqtisadi rayonuna və Şərqi Zəngəzur İqtisadi rayonuna ediləcək turist səfərləri də genişlənəcək. Əlbəttə ki, bu bir qədər mina təmizləmə əməliyyatları və oradakı infrastruktur layihələrindən daha çox asılıdır. O proseslər nə qədər sürətli gedərsə, davam edərsə, bu yerlərə turizm potensialının, turizmin cəlb edilməsi də əlbəttə ki, böyük önəm daşıyacaq. Turizm sektorunun ölkə ümumdaxili məhsul içərisində yaxın illərdə məhz bu rayonlar üzrə artacağı gözlənilir. Burada əlbəttə ki, biz turizm dedikdə tarix, ekskursiya, idman, müxtəlif musiqi festivallarının keçirilməsini nəzərdə tuta bilər ki, bunların hər biri ölkə iqtisadiyyatında və sadəcə ölkə çapında deyil, ölkədən xaricdə də ölkənin tanınmasını, milli brendlərinin tanınmasına töhfə verəcək. Burada qeyd etdiyim digər bir məsələ məhz hər bir zaman istər Azərbaycanda, istər ölkə xaricində bir brendə çevrilən Qarabağ atları ilə bağlıdır ki, bununla bağlı da bir araşdırmalar var. Qarabağ atçılıq mərkəzinin yaradılması, Qarabağ atlarının ümumiyyətlə ölkə səviyyəsində deyil, sadəcə ölkədən xaricdə də tanınılması və bunu artıq bir brendə çevirərək bütün dünyaya tanıtmaq əlbəttə ki, ölkə olaraq bizlərin üzərinə düşür və ümid edirəm ki, yaxın gələcəkdə, yaxın zamanda bütün yerli toponimlərimizdən istifadə edərək, zamanında bəlkə də milli brend olmuş, lakin artıq sonradan işğal altında olduğu müddətcə milli brend olaraq tanınma imkanını itirmiş olan xidmətlərimiz, məhsullarımız istər yerli bazarlarda, istərsə də xarici bazarlarda artıq yenidən öz sözünü deməyə başlayacaq ki, bu da sadəcə ölkə iqtisadiyyatı üçün deyil, eyni zamanda ölkənin nüfuzunun, ölkə brendinin xaricdə tanınmasına gətirib çıxarmış olacaq və az öncə dediyim o müəyyən araşdırmalar aparılıb. Əlbəttə ki, işğal dövrü və işğaldan sonraki Zəfər müharibəsindən sonraki olduğu dövr artıq irəliləyir və bu artıq tədqiqatçılar üçün müəyyən bir imkan yaradır ki, o əraziləri, o yerləri daha çox araşdırsınlar, hansı imkanlar, hansı resurslardan necə istifadə etmək olar, səmərəli istifadə yolları necə ola bilər. Bütün bunlar əlbəttə ki, araşdırılacaq və növbəti tədqiqatlar imkan verəcək ki, Qarabağ İqtisadi rayonunda hansı addımlar atıla bilər, hansı milli brendlər formalaşdırıla bilər və ümid edirəm ki, sadəcə mövcud olan milli brendlərdən deyil, eyni zamanda yeni yaradıla biləcək milli brendlərdən də istifadə ediləcək ki, burada əlbəttə ki, mütləq şəkildə hörmətli millət vəkilimiz də vurğulamış, özəl sektorun iştirakı qaçılmazdır. Özəl sektor mütləq şəkildə iştirak etməlidir, tövsiyələrini verməlidir, hansı addımlar atıla bilər, hansı istehsal sahələri qurula bilər, hansılarla biz xaricə çıxmaq imkanımız var, bunların üzərində durula bilər və əlbəttə ki, bu atılacaq addımlar, yaxın illərdə atılacaq addımlar düşünürəm ki, Qarabağ İqtisadi rayonunun həm ölkə səviyyəsində dirçəlməsi ilə bağlı, həm ölkə ümumdaxili məhsuluna vermiş olacağı o müəyyən fayda, müəyyən bir əmsalla bağlı və onun əlbəttə ki, dünyada tanınmasıyla bağlı çox böyük bir işlərə gətirib çıxartmış olacaq. Mənim çıxışım bu qədər. Dinlədiyiniz üçün təşəkkür edirəm hər birinizə. Konferansın işinə uğurlar arzu edirəm. Biz sizə təşəkkür edirik. Fərid müəllim, çox sağ olun maraqlı çıxış üçün. Mən bildirmək istəyirəm ki, bizim məruzəçilərimizin çıxışları bitdi və müzakirə bölümünə keçə bilərik. Bir də sual-cavab. Kimin müzakirəyə qoşulmaq istəyirsə, yəni 3 dəqiqə reqlamentlə çıxış edə bilər. Və yaxud da sual-cavabda iştirak etmək istəyənlər də buyura bilər.
Hər vaxtınız xeyir Rəna xanım. İcazənizlə Sumqayıt Dövlət Universitetindən İqtisadiyyat və İdarəetmə Fakültəsindən 730 sayılı qrupdan Fatimə Muradzadə. Bəli, buyurun Fatimə xanım. Dəqiq. Ümumiyyətlə ilk əvvəl hər kəsi salamlayıram. Bu cür gözəl konfrans üçün təşəkkür edirəm. Sözüm bu idi ki, 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə böyük qayıdışın təmin edilməsi proqramı çərçivəsində Qarabağda iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsi nəzərdə tutulmuşdu və bu hazırda bu istiqamətdə məqsədyönlü işlər həyata keçirilir. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədə əsasən ölkə üzrə iqtisadi rayonlar Fatimə xanım, üzr istəyirəm, sizdə çıxışlı yoxsa sualdır? Yox, sadəcə mən Aha. millət vəkillərimizin və Aha. digər müəllimlərin, digər şəxslərin fikirlərinə sadəcə fikrimi bildirmək istəyirəm. Tamam, buyurun. Müxtəlif sahələrdə böyük işlər vardı. Ümumiyyətlə işğaldan azad edilmiş ərazilər 11.000 kvadrat kilometr əhatə eləyir. Bu kifayət qədər geniş coğrafiyadır və dünyadakı biz götürsək ayrı-ayrı ölkələrin ərazisinə bərabərdir. Sözügedən ərazilərin perspektiv iqtisadi inkişafı barədə danışarkən burada müxtəlif sahələrin, o cümlədən kənd təsərrüfatının, sənayenin, turizmin inkişafı üçün mövcud olan böyük imkanları xüsusi qeyd etmək lazımdır. İşğaldan əvvəlki dövrdə bölgədə heyvandarlıq, taxılçılıq, baramaçılıq, pambıqçılıq, üzümçülük kimi gəlirli sahələr uğurla inkişaf etdirilmişdir. Bu Vahid Abbasovun sözünə qüvvət olaraq bildirmək istəyirəm. Qeyd etmək lazımdır ki, artıq sözügedən ərazilərdə ənənəvi sahələr üzrə yeni təsərrüfatların yaradılmasına startlar verilmişdir. Bölgənin ayrı-ayrı istiqamətləri üzrə bir neçə aqroparkların yaradılması nəzərdə tutmuşdur. Belə ki, təkcə Azərbaycan üçün deyil, hətta qardaş Türkiyə ölkəsinin, necə deyim, 2021-ci ilin oktyabrında Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Zəngilanda Dost aqroparkının təməli qoyulubdur. Türk və Azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçirilən Dost aqropark layihəsi 3 mərhələdə icra olunacaqdır. Bu bildirilmişdir. Daha sonra bu layihə başa çatdıqdan sonra da 6.000 hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaqdır. Bir sıra sahələr salınacaqdır. İşğaldan azad olunmuş ərazilərdə mən deyərdim ki, sənaye və iqtisadiyyatın prioritet istiqamətləri inkişaf etdiriləcəkdir. Kənd təsərrüfatı ilə yanaşı sənaye sahələrində də xüsusilə emal sahəsində inkişaf etdirmək üçün böyük potensialın olduğunu görürük. Fərid Cəbiyevin sözünə qüvvət olaraq demək istəyirəm ki, Ağdam rayonunda çoxlu sayda karxanalar var. Orada tikinti materialları üçün xammal bazası çox böyükdür. Həmin xammaldan bugün həm Qarabağda gedən bərpa işlərində, həm də mən deyərdim ki, Azərbaycanın digər rayonlarında tikinti materialı kimi istifadə etmək olar. Daha sonra Şərqi Zəngəzur iqtisadi rayonunda Araz Vadisi iqtisadi zonası, Qarabağ iqtisadi rayonunda isə Ağdam Sənaye Parkı olacaq. Bunu prezidentin köməkçisi sözlərində bildirmişdi. Yəni, daha sonra Ağdam Sənaye Parkının biz statistika ilə danışsaq 9 rezidensi vardı və bu daha da artırılacaq. Bu nəzdə fabriklər yavaş-yavaş tikilməyə başlayır. Biz bunun şahidiyik. Yeni sahələr inkişaf etdiriləcək, işğaldan azad edilmiş ərazilərdə ənənəvi sahələrin dirçəltilməsi ilə yanaşı, burada həm aqrardır, həm sənayenin müasir yanaşmalarında, innovativ texnologiyaların tətbiqində də geniş meydana, yəni geniş yer veriləcəkdir. Azərbaycanda istehsal etmək imkanına vardır. Yəni xarici, necə deyim, şirkətlərin də məhz Azərbaycana gəlməsi, burada sərmayə qoyması, bizdə, necə deyim, təcrübə yönümlü layihələrin aparılması olacaq. Bu da gələcəkdə həmin məhsulların artıq bizim yerli şirkətlər tərəfindən də istehsalına şərait yaradacaqdır. Diqqətinizə görə təşəkkür edirəm. Təşəkkür edirik Fatimə xanım çıxışınız üçün. Şəfa müəllim, sizin bəlkə nəsə əlavəniz var? Bu Fatma xanım, görürsünüz bizim Universitetin gənc Fatması bizim çox dəyərli millət vəkilimizə bir çağırış edir elə bil ki. Gələcəkdə yəqin ki, deputat olmağa hazırlaşsın, elə mi Fatima?
Hə, inşallah müəllim. Sən onları nə vaxt belə çatdırdın, təhlil elədin? Mən sözün düzü gözləmirdim. Amma biz burada daha çox diskussiya önəm verəcəyik. Çox sağ ol. Yaxşı təhlil eləmişdin çıxış edənləri. Bəli müəllim, ümumiyyətlə yeniliklər, bu sahədə olan yenilikləri takib edirəm və Təqib edir, hətta təqib edirsən. bəli, bir də Şəfa müəllim, siz bizə birinci semestrdə Azərbaycan iqtisadiyyatı dərsini deyərkən bunları geniş şəkildə aşılamışdınız və bizə bir sıra layihələrin aparılmasında kömək etmişdiniz. Təşəkkür edirəm. Çox sağ ol. Sənin gələcəyi görürük və həmişə yanındayıq. Hamı eşidir bunu. Təşəkkür Dəyərli edirəm. millət vəkillərimizlə, təkliflərində də görə çox sağ ol. Çox sağ olun. Bəli. Diskussiyada iştirak etmək istəyən sözü olan. Biraz qısa kimi eləyəndə, Bəli, diskussiya biraz. qısa maraqlı olsun. Burada biz Rəna xanım, çox dəyərli bir professorlarımızı salamlaya bilmədik. Bir adlarını çəkə bilmədik. Bölgələrdən qoşulanlarımızın hamısını salamlayırıq. Həm Mingəçevir dövlətdən, Gəncədən qoşulanları, Veysel müəllimi görürəm orada, Nüşabə xanım, sonra Təhsil Nazirliyinin, Elm Təhsil Nazirliyinin İqtisadiyyat Üniversitəsində şöbə rəisi, o da Qarabağ problemləri ilə məşğul olur. Azər Səfərovu salamlayırıq. UNEP-dən qoşulanları, digərlərini, adlarını çəkə bilmədiyimiz çoxsaylı qoşulanların hər birini salamlayırıq. Kooperasiya Universitetindən, Bakı Dövlətdən, baxıram çoxdur. İqtisadiyyat yenə institutundan dəyərli bizim tədqiqatçılarımız, Azərbaycan tədqiqatında öz yerini tutmuş Tanrıverdi müəllim və digərlərini görürəm. Kimlərin adını çəkmirik? Əlbəttə, mən öz doğma Sumqayıt doğma deyirəm, indi hamısı mənə doğmadır. UNEP ailəsinin bugün ad günüdür. UNEP də mənə doğmadır. Həm orada ali təhsil, fəlsəfə doktoru, elmlər doktoru, hamısı UNEP ilə bağlıdır. Amma görürəm ki, Sumqayıt Dövlət Universiteti də bugün çox fəal qoşulub. Mənim xəbərim var ki, universitetin rəhbərliyi də UNEP-in ad günü olaraq salamlarını çatdırıb və hamısı və ona görə də görürəm fəaldılar. Amma hesab edirəm ki, diskussiya çox qısa, bir-birini bağlaya biləcək belə, yeni diskussiya yarada biləcəklərdən ibarət olsa daha yaxşı olar. Buyurun Rəna xanım, kimin sualı var, eşidək görək, kimin sualı var? Bəli, buyursun, kimin sualı varsa buyura bilər. Arzu bildirmək istəyir. Başqa universitetlərdən bəlkə hörmətli professorlarımız söz demək istəyir. Onlar mən sual vereyim. Buyurun Şəfiqə xanım. Özünüzü təqdim eləyərdiniz. Amma çox qısa Şəfiqə xanım. Ben deyəcəm. Sumqayıt Dövlət Universitetinin dosenti Şəfiqə. Bilirəm, başa düşürəm, amma çox qısa. Deyirlər, məni maraqlandırır. Bu ermənilərdən bu Qarabağa vurulan təzminatla bağlı, yəni artıq təsdiqlənir. Mən bilirdim ki, o işlənir, nəsə o hesablanır, qoyulur ortalığa konkret olaraq. Bax, o vəziyyət nə yerdədir? Bir də ki, həmin təzminatdan Qarabağın dirçəlməsi üçün yəni istifadəsi necə gözlənilir? Bu sual da məndə. Kimsə istəyir ona cavab vermək, yoxsa mən deyim? Kimsə belə bir, bilirsiniz ki, ölkə prezidentinin tapşırığı ilə xüsusi işçi qrupu var, uzun illərdir işləyir. Hələ Böyük Qarabağ zəfərindən qabaq yaradılmışdı. Bizim hamımızın tanıdığımız iqtisadçı alim professor Xansiyen Kazımların rəhbərliyi altında başlamışdılar. İş indi də davam edir. Amma iş indi başqa səpkidə gedir. Daha çox ekspertiza və dəqiqləşdirmələr səpkisində, müstəvisində və beynəlxalq hüquqi təşkilatların iştirakı ilə dövlət başçısının tapşırığına əsasən daha peşəkar səviyyədə hazırlanır. Ona görə bu uzun bir müddət vaxt aparandır. Həm də bu təkcə iqtisadi məsələ deyil, həm də siyasi bir alətdir, mexanizmidir. Və orada ən yüksək rəqəm 815 milyard dollar göstərilirdi. Amma bilirsiniz ki, bu beynəlxalq səviyyəyə qaldırılandan sonra tamamilə başqa bir yönüm alacaqdır. Məsələn, İraqın Küveyti işğal etməsi nəticəsində son rəqəm 55 milyarda düşdü. 400-500-dən başlamışdılar, düşdü 55. Amma orada Birləşmiş Millətlər Təşkilatının egidası altında bir kompensasiya mexanizmi. Yəni, İraq nə ixrac etsə, onun 5%-ni tutub verirdilər. O vaxta kimi ki, 55 milyardı verdilər. Ümid edirik ki, bizim ən böyük gələcəkdə təzminatımız təkcə dollar yox,
həm də bütün torpaqlarımızın tam olaraq axırıncı qarışına qədər Azərbaycan dövlətinin yurisdiksiyasına keçmək və orada geniş, Mahir müəllimin dediyi kimi, Fatma xanım dediyi kimi, böyük qayışın tam olaraq gələcəkdə leksiyondan çıxması ilə nəticələnir. Yəni, həyatın tam qaynaması elə bir vəziyyətə gəlib çıxmalıdır ki, bu torpaqlar həqiqətən cənnət məkan olsun. Sonra kimin diskussiya qoşulmaq istəyir? Şəfa müəllim icazə olar. Buyurun Veysel müəllim, bizim Azərbaycan İqtisadi Elminin ağsaqqallarından biri Mingəçevir Dövlət Universiteti. Buyurun, prorektoru. Mingəçevir Dövlət Universitetinin Elmi İşlər üzrə prorektoru Professor Veysel müəllim. Mən əvvəla bu konferansın bütün iştirakçılarını salamlayıram və belə bir mövzuda və belə bir konferansın təşkili üçün təşkilatçılara dərin təşəkkürümü bildirirəm. Sözsüz ki, müasir dövrdə 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş rayonların, Qarabağ İqtisadi rayonunun və Zəngəzur İqtisadi rayonunun demək olar ki, onunla əlaqədar olan, aparılan bütün tədqiqat işləri, keçirilən bütün elmi seminarlar, keçirilən elmi konferanslar olduqca aktualdır. Biz hər gün bir dəqiqədə olsun belə işğaldan azad olunmuş rayonların iqtisadiyyatının bərpa edilməsi və ölkənin iqtisadiyyatına reinteqrasiya edilməsini yaddan çıxartmamalıyıq. Görürsünüz, bəzi ölkələr Ermənistanı güclü təhqir edirlər ki, onlar işğal etmiş rayonları nə üçün çəkmək? Bu 30 il müddətdə yerlə yeskan etmişlər. Biz onların əksinə olaraq öz dədə-baba yurtlarımızı tamamilə yenidən formalaşdırmalıyıq, yenidən yaratmalıyıq. Onun bütün iqtisadi sahələrini dirçətməli və beləliklə ölkəmizin iqtisadiyyatına reinteqrasiya etməliyik. Ona görə də bugünkü gündə Qarabağ İqtisadi rayonunun məskunlaşması ən böyük birinci şərtdir. Bu barədə bildiyiniz ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə güclü və sürətli işlər gedir. Ona görə də mən bir daha bu konferansı təşkil edən bütün təşkilatçılara öz dərin təşəkkürümü bildirirəm. Qarabağ bizim əsas məsələmizdir. Qarabağın yenidən qurulması, iqtisadiyyatının təşkil edilməsi Azərbaycanın bütün xalqının, əməkdaşlarının, iqtisadçılarının, tədqiqatçılarının bir nömrəli məsələsi olmalıdır. Təşəkkür edirəm. Təşəkkür edirik Veysel müəllim. Çox sağ olun. Sağ olun. Mətləb müəllim söz demək istəyir. Mətləb müəllim, buyurun zəhmətiniz. Çox sağ olun. Əlavə etmək istəyirəm sadəcə əvvəlki çıxışlara. Həmkarlarımın bildikləri fikirlərə bəzi məqamları əlavə etmək istəyirəm. Sözsüz ki, incə Veysel müəllim də dediyi kimi ən birinci vəzifə ərazinin məskunlaşması məsələsidir. Onun üçün də ki, kifayət sayda yaşayış fondu yaradılmalıdır, müvafiq infrastruktur yaradılmalıdır və bunlar hamısı olandan sonra orada da tam qarantiya verildikdən sonra o insanlar ora köçüb yaşaya da bilər. Hələ də görür ki, bədnam qonşularımız ateş atmaqda davam edirlər və müəyyən problemlər var. Bununla belə gələcəyə baxsaq, mən birinci növbədə Şəfa müəllimin əvvəllər yazdığı əsərlərdən də belə bir məqamları fikir vermişəm ki, istehsal faktoru əsas inkişaf etdirilməlidir. O ərazidə ki, istehsal var, həmin o yerdə də inkişaf olacaq. Yəni, o istehsalın ətrafında qəsəbələr formalaşacaq, əhali ora köçəcək və s. və s. Bu çox vacib məsələdir. İkinci məsələ isə sözsüz ki, həmin ərazidə azad iqtisadi zonanın bütün o dışaqlarının qurulması və onun necə deyilər, təkan verilməsidir. Üçüncü məsələ isə 4-cü sənaye inqilabının verdiyi tövbələrdən istifadə edərək həmin ərazilərdə yeni texnologiyalar əsaslanan, Ədalət müəllim dediyi kimi, ora süni intellektin verdiyi məhsullardan istifadə edərək oranı inkişaf etdirmək əsas məqsədlərdən biri olmalıdır. Yəni, fərqli olmalıdır. Sözsüz ki, ənənəvi məhsul, ənənəvi brendlər öz yerində. Hamısı bizim malımızdır və hörmətlə yanaşırıq. Amma dünya bazarında çıxarılması üçün sözsüz ki, bu faktorları nəzərə almaq lazımdır və bilməliyik ki, Azərbaycan da müəyyən mənada bu məsələlərdə öz sözünü deyəcək və öz brendini müasir texnologiyalar səviyyəsində təqdim edəcəkdir. Artıq bilirik ki, Cəbrayıl arasında yaranan texnoparklarda müəyyən məhsulların istehsalı və müəyyən
baza hissələrinin yaradılması buna təkan verməyə əsas verir. Ümid edirəm ki, yəni dediyimiz o fikirlərdə bunu nəzərə almaqla Şafan müəllimin deyən ki, mənim də müəyyən təkliflərim var, onu mən sizə göndərərəm. Müəyyən nə etmək olar ki, yəni sözsüz ki, tez qazanc gətirən sahələr var. Bir də ki, tədricən yüksək qazanc gətirən sahələr var. Onu əsas şərt kimi mən belə özüm üçün qəbul etmişəm. Buyurun, çox sağ olun, digər sizə görə. Hörmətli, dəyərli millət vəkillərimiz, bizim vaxtımız qurtarıb, biz əvvəlcədən anons vermişdik ki, 80 dəqiqə tamam olur. Rəna xanım, buyurun, bəlkə nəsə millət vəkillərimizin yekun sözləri var bəlkə. Bəli, buyurun. Spikerlərimizin Mahir müəllim, yeni çıxışçılarımızın da əlavə çıxışları varsa buyura bilərlər. Sonra da biz yavaş-yavaş tədbirimizi yekunlaşdıraq. Fatma xanımdan başlayaq. Fatma xanım. Bir daha mən öz təşəkkürümü bildirmək istəyirəm belə bir önəmli tədbirdə iştirak etmək üçün dəvət etdiyinizə görə və hesab edirəm ki, belə görüşlərimiz tez olmalıdır, gənclərimiz daha çox cəlb olunmalıdır. Çünki gələcək onlardadır, yəni bizim davamçılarımız da onlar. Fatimə xanımın da bir çıxışına qulaq asdı, böyük bir həvəslə danışırdı, onu da yolu olur. Saxlaya bilmirdik. Lap yaxşı, mən belə hallarda sevinirəm əslində ki, bizim belə gözəl gənclərimiz var və biz estafeti onlara verəcəyik. Çünki bu Qarabağın dirçəlişi çox uzun bir proses olacaqdır. Biz bunu çalışırıq, nə qədər də qısaldaq, amma bizim deməli düşmanlarımız o qədər torpaqlarımızı ekoloji çirkləndiriblər, minalar bastıraraq. Bu mərhələ biz özümüz, öz ölkəmiz bunu heç bir kömək olmadan təmizliyinə nail olmağa çalışır. Mərhələli şəkildə bunu həyata keçirirlər və əlbəttə ki, bu da istər-istəməz müəyyən məsələləri sürətini azaldır. Yəni, demək istədiyim odur ki, belə platformaların çox olması, deməli, iştirak edən bütün məruzəçilərə də təşəkkür edirəm. Gördüm, kənd təsərrüfatı ilə bağlı çox geniş bir təqdimat oldu, müəllimə də təşəkkür edirəm. Doğrudan da Qarabağın müəyyən hissələrində ona xas olan istiqamətlər elə əzəldən üzərindədir. Yəni, bunu biz ora gətirməklə deyil, istər turizmə, istər kənd təsərrüfatı sahəsi, istər digər o qeyd olunduğu kimi Ağdamda da biz əzəldən bilirdik ki, daş karxanaları olubdur, yəni iş yerləri açıla bilər. Yəni, bunlar hamısı kompleks şəkildə, Bərdədə dediyiniz pambıqçılıqla bağlı geniş tədqiqatlar aparılmalıdır. Çünki bir müddət, hətta orada yerləşən kollecdə belə bu ixtisasların olmaması müşahidə olunmuşdur və biz təkidlə ipəkçilikdir, baramaçılıqdır, bu istiqamətləri yeni tədris proqramına nail olduq salınmasına. Yəni, çox xırda bir məsələlər də ola bilər, böyük bir məsələlər də ola bilər, amma hamısı inanın ki, bir-birinə bağlı olan, bir-birindən asılı olan məsələlərdir və nə qədər belə diyaloqlarımız, görüşlərimiz çox olarsa, yeni bir təkliflər irəli sürülərsə, hesab edirəm ki, biz də hökumətimizə, dövlətimizə əlimizdən gələn bir dəstəyi vermiş olacaq. Çox sağ olun bir daha. Sağ olun. Burada çoxlu çapda təkliflər yazanlar var. Ağcabədidən tekstillə bağlı yazırlar. Orada bizim çox dəyərli məzunumuz Hafiz Bayramov məşğul olur bu işlərlə və sahibkarlarla danışıqlar aparır. Çox gözəl, gələcəyə uğurlu olsun, şərli olsun. Amma hesab edirəm ki, ürək sözlərini deməyənlər çox adam qaldı. Ona görə siz həm yaza bilərsiniz, həm müraciət edə bilərsiniz. Biz reglamenti çox keçmək istəmirik. Bugün elədir ki, hamı qabaqcadan bilirdik ki, 80 dəqiqə, onu pozmaq istəmirik, artıq pozmuş. Ona görə mən bir daha deyirəm, bizim dəyərli millət vəkillərimiz, əgər dəvətiniz olarsa, biz mərkəz olaraq və burada iştirak edən digər universitetlərin tədqiqatçılarından da komanda yaradaraq bölgələrimizə gəlməyə, onların problemləri ilə məşğul olmağa biz hazırıq yox, biz borçluyuq. Rəna xanım, buyurun. Mən çox istəyərdim ki, növbəti görüşlərdən birini elə geniş bir belə tərkibdə biz Bərdədə təşkil edək
Qarabağ Belə deyək, o sizin Allah'tan sizdən beridir. asılıdır. Artıq biz Mən bu istiqamətdə hər zaman kömək eləməyə, dəstək olmaya hazıram. sizdən asılıdır. Başlayıram belə bir tədbir keçirilərsə, ümid edirəm ki, Şəfa müəllim, sizin də rəhbərliğinizlə biz buna nail ola biləcəyik. Çox sağ olun. Bayaq hörmətli qonaqlar, bayaqları Sakit müəllim də qeyd etdi. Bizdə UNEC-də 38 tədqiqat mərkəzi var. İndi artıq 39-cu tədqiqat mərkəzi də elmi şuraya təqdim etmişik və müxtəlif istiqamətli var. Təbii ki, çoxsu iqtisadi yönümlüdür və Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin həm mənəvi baxımından bir yeri başqadır. Çünki ən aktual, həm o bizim indiyə qədər yaralı yerimiz idi və Şəfa müəllim də sağ olsun bu mərkəzi çox işini fəal təşkil edib və artıq neçənci dəfədir tədbirimiz və yüksək səviyyədə. Ona görə yəni biz də şöbə olaraq hər zaman yəni mərkəzlərimizə dəstəyi və hansı formada nə kömək lazım varsa Şəfa müəllim biz də sizin yanınızdayıq və mən hər kəsə də dəyərli vaxtını bizə ayırdıqları üçün təşəkkür edirik. Yaydır, istidir, tələbələr artıq imtahan sessiyasındadır, müəllimlər bugün bakalavr müdafiəsi, magistr müdafiəsi və s. seçkilər gedir bizdə və s. Ona görə bu vaxt ayırıb tədbirimizdə iştirak edənlərə xüsusi təşəkkür edirik və ümid edirik ki, bu tədbirlərimiz çox olacaq və özümüz də maarifləndik. Çünki bir adam bütün sahələri indərcilə bilmir, amma müxtəlif sahələrin insanlarından biz də bu günləri çox şey öyrəndik və Fatma xanım da qeyd etdiyi kimi gənclərin tədbirlərə qoşulması önəmlidir. Çünki bu sahədə magistr işlər də çox yazılır, bu Qarabağla bağlı və ona görə nə qədər çox iştirak etsələr, o qədər də çox maariflənərlər. Mən hamıya bir daha təşəkkür edirəm, Şəfa müəllim sizə xüsusilə. Hamıya çox Sağ olun, sağ olun, görüşürüz. Sağ olun. Təşəkkürlər Şəfa müəllim. Çox sağ olun, minnətdarıq belə maraqlı tədbir üçün. sağ olun. Çox sağ olun.